Gördük hər birinizi. Bugün sizlərlə izah edəcək funksiya və qrafikləri. Demək, dərsi əvvəlcədən qeydləri apardım və burada yazdım ki, video bacardığım qədər qısa etməyə çalışacağım. Başlayaq, vaxt itirmədən. Funksiya nədir? Funksiya bir asıllıqdır. Qaydalarınız olsa oxuyanda, kitabınızdan tanış olanda orada uzun bir cümlə qarşınıza çıxacaq. Ben bunu belə şəkillə sizə göstərməyə çalışsam, deyərəm ki, demək belə bir şey deyir sizin üçün. Deyir, x çoxluğundan götürülmüş hər bir x-ə, bizim məsələn bu bir x çoxluğumuzdur. Buradan götürülmüş deyir hər bir x-ə uyğun olaraq y çoxluğunda yeganə y, burada diqqət edəcəyiniz söz nədir? Yeganə. Yəni bir qiymət, x-in bir qiymətinə əgər y-in də bir qiyməti uyğun gəlirsə, buna funksiya deyilir. Funksiya yəni x və y arasında olan bir asıllıqdır. Burada x-ə deyirlər sərbəst dəyişən. Yəni x heç bir necə deyim, nədənsə asılı deyildir. Heç nədən asılı deyildir. O istədiyin qiymətini ala bilir. Onun özündə bir adı vardır. Arqument deyilir. Sərbəst dəyişəndir və ona bir arqument deyilir. X çoxluğuna bu şəkildə də bayaq çəkdim. Buna deyilir bir təyin oblastı. Funksiyanın təyin oblastı. Yəni funksiyanın belə deyək də təyin olunduğu oblast. Funksiyaları müxtəlif cür, yəni yazılar kimi işarə edirlər. Məsələn, y bərabərdir fx, y bərabərdir gx və s. də kimi işarə olunurlar. Yəni sizin qabağınıza məsələn y bərabərdir 5x də çıxa bilər və ya fx bərabərdir 5x kimi də çıxa bilər. Bunlar ikisi də bir-biri ilə eyni bir şeydir. Sizi bu y də verə bilər, fx də verə bilər, çaşdırmasın. Yəni funksiya, asıllıq, funksiyanın x-dən asıllığı kimi yadınıza saxlayın. Deməli, x dedik sərbəst dəyişəndir, adı arqumentdir. Onun x çoxluğuna funksiyanın təyin oblastı, yəni təyin olunduğu oblast deyilir və işarəsi də df kimi işarə olunur. Yəni harda df görsəniz bu x təyin oblastı, x-ə aid olan bir şey kimi, yəni yadınıza saxlayın. Y-in deməli x-ə uyğun aldığı qiymətlər, bayaq dedik də ki, bəs y x-dən asılıdır. Onun aldığı qiymətlərə uyğun olaraq y-də müəyyən bir qiymətlər alır. Həmin o y-in aldığı qiymətlər y-in oblastına da deyilir qiymətlər oblastı və qiymətlər oblastını da işarə edəndə yf kimi işarə eləyirlər. Deməli, funksiyanın müxtəlif 3 cür verilmə şəkilləri vardır. Gəlir analitik üsul, cədvəl üsulu və qrafik üsul. Analitik üsul nədir? Analitik üsul düsturla verilmə şəklidir. Məsələn, y bərabərdir 5x üstəgəlsin 8. Bu analitik üsulla verilmədir. Yəni düsturla verilmə şəklidir. Tutaq ki, məsələn, bizə verər ki, fx 3-ü bərabərdir 3x üstəgəlsin 7. Bizə deyər ki, bəs f2 bərabərdir sual. Görəndə çaşmayın. Bu nə deməkdir? Bax, yuxarıda bizə bir funksiyanı verib. Aşağıda da f2-ni deyir. Bax, bu nəyin yerində dayanıb? Bəyə diqqət edəsiz. X-in yerində dayanıb da. Belə çıxır ki, burada x 2-dir. Bizə x-in 2 qiymətində funksiyanın qiymətini istəyir. Sadəcə funksiyada gətirib yerinə qoymaq lazımdır. 3 vurulsun 2 üstəgəlsin 7. 6 üstəgələk 7, bu da eləyir 13. Keçdik cədvəl üsulu. Cədvəl üsulu elə bildiyiniz, yəni cədvəldir. X-dən y-in asıllığını bir cədvəl formasına verir. Məsələn, x y deyil, 2-də 5 alır, 4-də 9 alır, 7-də 15 alır, 3 yaz, 3-dən keçdikdə 9-da da məsələn 19 alır. Bu da onun cədvəl üsuludur. Yəni x ilə y-in arasında asıllıq cədvəl formasında verilir. Məsələn, cədvəl veriləndə onun funksiyasını tapmaq artıq bizim boynumuza düşür. Bir də var qrafik üsulu. Qrafik üsulu nədir? Bizə onu artıq bir şəkil formasında, yəni qrafik formasında asıllığı bizə qrafiklə verir. Məsələn, belə bir şey tutaq ki. Bu bir
Təzədən bir başqa düz xətt çəkək. Məsələn, belə bu formada. Bu bir, yəni x ilə y-in arasında olan asıllığı bizə qrafik formasında verir. Bəzən ola bilər ki, sizin qabağınıza hansının məsələn funksiya, hansının funksiya olmadığı bax belə bir şey tutaq ki. Demək qayda nədir? Bizə deyir ki, hər hansı bir y oxuna, ordinat oxuna, yəni hər hansı bir paralel bir düz xətt keçirəndə əgər bir nöqtədə kəsirsə, bu o deməkdir ki, bu qrafik hər hansı bir funksiyanın grafikidir. Amma yox, biz əgər ordinat oxuna paralel olan düz xətti keçirəndə o əgər bir neçə yerdə kəsirsə, bu o demək ki, o hər hansı bir funksiyanın qrafiki deyildir. Məsələn, burada belə bir ordinat oxuna paralel düz xəttlər keçirdi. Görürük ki, funksiyanı bu keçirəndə bir nöqtədə kəsir, bunu da keçirəndə bir nöqtədə kəsir. Deməli, bu hər hansı bir funksiyanın grafikidir. Yox, əgər biz belə bir şey düz xətt keçirəndə onu bir neçə nöqtədə kəsirsə, deməli, bu hər hansı bir funksiyanın grafiki deyil. Nəyə görə? Geri qayıdaq. Nəyə görə? Çünki biz bayaqlarım dedik ki, x-in bir qiymətinə, y-in bir qiyməti, yeganə qiyməti uyğun gəlirsə, buna biz funksiya deyə bilərik. Amma indi məsələn biz qayıdaq, şəkilə qayıdaq. Baxırıq ki, x-in, bax bura nədir? X oxuddur. X oxun tutaq ki, 2 qiymətində. Y tutaq, bunu da alıb. Bunu da alır. Bunu da alır. Artıq bu nədir? Burada x-in bir qiymətində bir neçə qiymət deməkdir də. Baxırıq ki, 3 dənə yerdə kəsməsi onun 3 dənə qiymət alması deməkdir. Bu o demək ki, artıq bu hər hansı bir funksiyanın qrafiki deyildir. Davam edək. Təyin oblastından bir də danışaq. Dedik təyin oblastı, bəs x-in aldığı qiymətlərə o həmin funksiyanın təyin oblastı deyilir və df kimi də dedik işarə olunur. Sadəcə təyin oblastını tapanda nələrə diqqət etmək lazımdır? Əgər kəsr varsa, məxrəc həmişə sıfırdan fərqli götürmək lazımdır. Yəni biz bilirik axı kəsrin məxrəci sıfır ala bilməz. Onun üçün də məxrəc varsa, biz həmin vaxtı funksiyanın məxrəcini sıfırdan fərqli eləməliyik. Təyin oblastını tapırıqsa. Yox, əgər bizə kökdə veribsə, əvvəl onu deyək ki, tək dərəcədə heç bir problem yoxdur. Çünki tək dərəcədə istənilən bir qiyməti ala bilər. Sadəcə biz nələrə diqqət edirik? Cüt dərəcə olanda biraz daha diqqətli oluruq. Cüt dərəcə olanda artıq kökün altındakı ifadə mənfi qiymət ala bilməz deyə sıfırdan bərabərdir yazıb həll edirik. Məsələn, bunun nümunələr üzərində baxaq. Tutaq y bərabərdir 5x üstəgəlsin 7. Deyirik ki, bu funksiyanın təyin oblastını tapın. Bu funksiyanın təyin oblastı dedik, təyin oblastı x-in aldığı qiymətlər nəzərdə tutulur. Burada x baxırıq ki, nə kəsrin məxrəcində deyil, nə kök altında deyil. Belə çıxır ki, burada df, yəni təyin oblastı heç bir problemli bir şey yoxdur deyə deyirik ki, o istənilən qiyməti ala bilər. Yəni mənfi sonsuzluqdan müsbət sonsuzluğa qiymətlərini ala bilər. Və ya gələk ikinci nümunəyə. Y bərabər x kvadrat üstəgəl 3x üstəgəlsin 4. Bu funksiyanın da qiymətdə təyin oblastını tapmaq istəyəndə təyin oblastı baxırıq ki, nə x burada məxrəcdə deyil, nə kökdə deyil. Demək belə çıxır ki, burada da x ürəyindən keçən istənilən qiyməti ala bilər. Üçüncü nümunəyə gəlsək, artıq burada diqqət etmək lazımdır. Çünki x gəlib məxrəcə düşür. X-ə biz burada istənilən qiyməti ala bilir deyə bilmərik. Çünki burada x-in elə bir qiyməti ola bilər ki, onun məxrəcini sıfıra çevirə bilər. Bu da mənası olmaz. Bunun üçün biz nə edirik? 5x üstəgəlsin 8 fərqlidir 0 yazırıq. Çünki axı məxrəc 0 olmaz. 5x fərqlidir mənfi 8, x fərqlidir mənfi 8 bölünsün 5, x fərqlidir mənfi 1,6. Deyirik ki, x mənfi 1,6-nı almaz. Bəs nəyi ala bilər? Mənfi sonsuzluqdan mənfi 1,6-ya qədər birləşmə 1,6-dan mənfi 1,6-dan müsbət sonsuzluğa. Yəni əslində mənfi sonsuzluq, müsbət sonsuzluğu ala bilər. Amma nəyi ala bilməz? Mənfi 1,6-nı ala bilməz.
Dördüncü nümunəyə gəlsə, y bərabərdir 3-cü dərəcənin x üstə gəlsin 8. Burada 3-cü dərəcə olduğuna görə heç bir problem yoxdur və x burada, yəni bizim df-imiz mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. İstənilən qiymətin ala bilər. Amma gəldik axırıncı nümunəyə. Burada y bərabər kök altda 5x 2x üstə 4. Artıq burada cüt dərəcə olduğuna görə, yəni burada 2-dir də bu yazılmır, bilirik yəqin ki bunu. Cüt dərəcə olduğuna görə deməli, bu funksiyanın kökünün altındakı ifadə mənfi qiymət ala bilməz. Yəni 2x üstə gəlsin 4 böyük bərabərdir 0 yazırıq. 2x böyük bərabərdir -4 və x böyük bərabərdir -2. Deyirik ki, o -2-dən x -2-dən müsbət sonsuzluğa doğru istənilən qiyməti ala bilər. Davam eləyək, tez danışım ki, qısa video alınsın. Qiymətlər çoxluğu nədir? Qiymətlər çoxluğu bayaq dedik ki, x-ə uyğun y-in aldığı qiymətlərə qiymətlər çoxluğu deyilir. X-dən asılı olaraq müəyyən qiymətləri alır. Sizdən qarşınıza nə çıxa bilər? Məsələn, y bərabərdir ax kvadrat üstə gələ bx üstə gələ c formasında olan bir funksiyanı verəndə onun qiymətlər çoxluğunu, qiymətlər oblastını tap deyəndə biz nə edirik? Əslində bunları biz nədə keçmişik? Yadınıza salsınız, bəlkə biraz yadınıza düşər. Kvadratik tənliklərin falan içərisində biraz bunlarla bağlı bir iki misalımızı yəni yazmışıq. A müsbət olanda burada qiymətlər y n-dən müsbət sonsuzluğa qiymət alır. A mənfi olduqda isə mənfi sonsuzluqdan y qədər qiymət alır. Bəs burada n nədir? N sizin ən böyük, ən kiçik qiymət tapanda qabağınız bir düstur yazırdıq. N bərabərdir. Deməli, 4ac çıx b kvadratı bölünsün 4a düsturu var idi. N buradakı həmin o n-dir. Əgər bizə funksiyanı kökün altında verərsə, kvadratik funksiyanı kök altında verərsə, a müsbət olanda artıq məsələn burada n-dən müsbət sonsuzluğu etsə yazar, kökdə n-dən müsbət sonsuzluğa, a mənfi olduqda burada belə idisə artıq mənfi sonsuzluqdan kökdə n-ə qədər olur. Məsələn, nümunə yazaq. Y bərabərdir. Məsələn, tutaq ki, 2x kvadratı üstə gəlsin 3x çıx 4. Tutaq, məsələn, adi bir, hər hansı bir qiymət yazım. 4, inşallah alınır. Bura 2 yazıq. Belə alınır bəlkə. Deyirik ki, bunun qiymətlər çoxluğunu tap. Qiymətlər çoxluğunu tapanda n bərabərdir. Yazırıq. 4ac, yəni 4 vurulsun 2 vurulsun deməli mənfi 2 çıxılsın b kvadratı. B nədir bizdə? 3-dür də. 3-ün də kvadratı elədir 9. Aşağıda da var 4. Yəni 4 vurulsun 2. O deyilir 4-ü 2-yə vuranda 8, 8-i 2-yə vuranda mənfi 16 çıx 9 böl 8. Mənfi 16 mənfi 9 elədir mənfi 25. Mənfi 25-i də 8-ə böləndə mənfi 3,8-də 1 eləyir. Gəldik indi bunun qiymətlər çoxluğu bəs nədir? Qiymətlər çoxluğu, qiymətlər oblastı mənfi 3 tam, deməli a müsbət olduğuna görə mənfi 3 tam 8-də 1-dən müsbət sonsuzluğa doğru qiymətlər çoxluğudur. Gəldik nümunələrimizə. Burada əslində nümunə varmış, gəlin mən orada yazmazdım. Deməli, n bərabərdir. Hər birinin qiymətləri çoxluğunu tapaq. N bərabərdir. 4ac, yəni 4 vurulsun 3 vurulsun 1 çıxılsın 4ac çıxılsın b kvadratıdır, yəni 4-ün kvadratı elədir 16. Əgər qarışdırırsınızsa nə edin? Üstündən yazın. Məsələn, burada a1-dir, b4-dür, c-də 3-dür. Bölünsün 4a, yəni 4 vurulsun 1. Bu da eləyir 4-ü 3-ə vurdu 12, 12-dən 1-ə vurdunuz 12, 12-dən 16 çıxdınız. Mənfi 4, mənfi 4-ə 4-ə böləndə mənfi 1. A burada müsbət olduğuna görə A 1-dir və 0-dan böyük olduğuna görə deyirik ki, mənfi 1-dən müsbət sonsuzluğa doğru qiymətlər çoxluğu vardır. Gəldik bura. A mənfi 1-dir, B mənfi 5-dir, C isə 8-ə bərabərdir, N bərabərdir. Deməli 4AC, yəni 4 vurulsun mənfi 1 vurulsun 8 çıx
b kvadratı, yəni 25 bölək 4a, yəni 4 vurulsun mənfi 1. 4'ü mənfi 1'ə vuranda mənfi 4, 8'ə vurduq mənfi 32, çıx 25 bölünsün mənfi 4. Buradan da bütün hamısı mənfi olduğuna görə müsbətə çevrildi. 32, 25 elə də 57 bölünsün 4. Bu da a'mız mənfi olduğuna görə, yəni a mənfi 1'dir. Sıfırdan kiçik olduğuna görə deyirik mənfi sonsuzluqdan 4'də 57'yə qədər qiymətlər çoxluğu vardır. Kök altında əgər ifadə olarsa, n bərabərdir, n-i tapmaq lazımdır. Yenə də a burada mənfi 1'dir, b burada 4'dür, c isə burada 12'dir. 4a c, yəni 4 vurulsun 12 vurulsun mənfi 1. Çıxılsın b kvadrat, yəni 16 bölünsün 4a, yəni mənfi 4. n bərabərdir. 4'ü 12'ye vuranda 48, 48'dən də mənfi 1'ə vuranda mənfi 48, mənfi 48, mənfi 16, mənfi 4. Bütün mənfilər bizə müsbətə çevrildi. 64'də 4'ə böləndə elə də 16. İndi a burada mənfi 1'dir və sıfırdan kiçik olduğuna görə deyirik ki, mənfi sonsuzluqdan hara qədər kökdə n yazmalıydıq da, yəni kökdə 16'ya qədər qiymətlər çoxluğu var. Mənfi sonsuzluqdan 4'ə qədər qiymətlər çoxluğu olacaqdır. Gəldik buna. Burada qiymətlər çoxluğunu tap deyəndə, burada x istənilən qiymət ala bilər. Ona görə də y də, yəni yf də qiymətlər çoxluğumuzda mənfi sonsuzluqdan müsbət sonsuzluğa doğru istənilən qiymətin alması mümkündür. Yəni burada heç bir problem yoxdur. Gəldik funksiyanın sıfırlarına. Funksiyanın sıfırları nədir? Funksiyanın sıfırları, deməli funksiyanın x-in funksiyanı burada yazmışam onsuzda. Funksiyanın sıfıra çevirən qiymətinə deyilir onun funksiyanın sıfırları. Necə nümunələr varmı? Nümunələrimiz var. Deməli fx funksiyasının sıfırlarını tap deyəndə biz funksiyanı sıfıra bərabər yazıb və onu həll etmək lazımdır. Deməli, məsələn, bu funksiya verilib. Bir neçə nümunə yazmışam, hamısını nümunə üzərində izah edəcəm. Məsələn, bu funksiyanı deyir sıfırlarını tap. Sıfırlarını tap deyəndə y-in yerinə 0 yazırsınız. 5x üstə gəlsən 12 bərabərdir 0. 5x bərabərdir mənfi 12, x bərabərdir mənfi 12 bölünsün 5, yəni mənfi 2,4. Deyirik, bu funksiyanın sıfırı mənfi 2,4'ə bərabərdir. Və ya kvadratik funksiya verərsə, yenə də eyni qayda ilə funksiyanı götürürsünüz, sıfıra bərabər edib həll edirsiniz. Buradan da artıq diskriminant x1, x2, bu da olur funksiyanın sıfırları. Sonra y bərabərdir. Bu formada kök altında ifadə versə, yenə də siz funksiyanın özünü götürüb sıfıra bərabər edəcəksiniz. Hər iki tərəfi kvadrata yüksəltsək bərabərdir 0, 2x bərabərdir 8, x bərabərdir 4. Gəldik məsələn 4-cü nümunəyə. 5 bölünsün 4x çıxılsın 6 funksiyasının sıfırın tabanına bərabər eləyir 0. Bu funksiyanın sıfırı yoxdur. Səbəb nədir? Funksiyanın sıfırı olması üçün x burada, məsələn, nəyə yanlış eləyə bilərsiniz? 4x çıxılsın 6 bərabərdir 0 yazarsınız. Amma bu kəsr məxrəcində olduğuna görə biz buna sıfırdan fərqli götürürük, yaxı x sıfırdan fərqli qiymət alır burada. Bir dedi x burada məxrəc sıfırdan fərqli qiymət aldığına görə deyirik bu funksiyanın sıfırı yoxdur, yəni sıfıra bərabər olmur. Amma axırıncı nümunədə mənfi 3x çıx 8 bölünsün 3x üstə gəlsin 9 funksiyasının sıfıra bərabər olması üçün, ümumiyyətlə funksiyanın kəsrin sıfıra bərabər olması üçün onun surəti sıfıra bərabər olmalıdır. Buradan da x bərabərdir mənfi 8 bölünsün 3 deyirik. Funksiyanın sıfırı mənfi 8 bölünsün 3'dür. Məxrəc yox, surət sıfıra bərabər olmalıdır. Gəldik tək və cüt funksiyalara. Tək funksiya nədir və cüt funksiya nədir? Qaydalarınızın içərisində onsa uzun-uzadı sözlərlə sizin qarşınıza çıxacaq. Tək nədir? Deməli, x-in mənfi qiymətində, əgər mənfi müsbət qiymətində mezidir, məsələn, x-in əks qiymətlərində əgər onların y-in də qiymətləri
Yəni bu cümlə mən bilən kitabda yoxdur. Sadəcə qurmağa çalışıram. X-in əks qiymətlərində Y də əgər əks qiymətlər alırsa, buna deyilir tək funksiya. Gəlsin, belə deyək də, qabağınıza kitabınızda belə bu formada çıxacaq. İndi bunu nümunəni izah edin. Məsələn, Y bərabərdir 5 funksiyası. Bilmək istəyirik ki, tək funksiyadır, yoxsa cüt funksiyadır. Eyni bir qiymət götürsün. Məsələn, 2. X-in 2 qiyməti. Bir də X bərabərdir -2 qiyməti. Yəni, X-in əks qiymətlərində. Görək, Fx nə alacaq? Fx bərabərdir 5 vurulsun 2 elədi 10. Fx mənfi, deməli, Fx -2-ni yerinə qoyanda 5 vurulsun -2 elədi -10. Əgər bir-birlərində sadəcə işarə baxımından fərqlənirlərsə, bunlara tək funksiyalar deyilir. Və ya cüt funksiya nədir? Cüt funksiya odur ki, X-in sən əks qiymətləri yerinə qoyanda Y yenə də bir-birinə bərabər qiymətlər alırsa, bu zaman onlara deyilir ki, bu cüt funksiyadır. Yəni nədir? Məsələn, Y bərabərdir 3x-in kvadratı. X bərabərdir 2, X bərabərdir -2. Y bərabərdir 3 vurulsun 2-nin kvadratı elədi 12. Y bərabərdir 3 vurulsun -2-nin kvadratı elədi 12. Nə oldu? X bir-birinə bərabər oldu. Ona görə bunlara deyilir cüt funksiyalar. Cüt və tək funksiyalarla bağlı nümunələr olsa sizin kitabınızda var. Oradan da baxarsınız. Nümunələr deyir. Məsələn, hansı cütdür, hansı təkdir. Gəldik. Cüt funksiyalar deyir, oradan toxuna nəzərəm simmetrik olurlar. Simmetrik yəni nə deməkdir? Belə loru dildə belə deyirik də, qatlayanda üst-üstə düşür. Məsələn, bu funksiya bir-birindən ordinal toxuma görə qatlasaq üst-üstə düşəcək. Və ya həmçinin bu funksiya cüt funksiyadır. Gəldik, artan və azalan funksiyalar nədir? Yenə deyim, kitabınızda uzun-uzadı cümlələr və ya başqa əlavə saytlardan uzun-uzadı cümlələr görə bilərsiniz. Qısa formada necə deyilir, qısa qayda. Əgər x deməli, x1 x2-dən böyük olanda, əgər fx2 də fx1-dən böyük olursa, buna deyilir artan funksiya. Məsələn, 3x üstəgəlsin 4. İndi bunun artan yoxsa azalan olduğunu bilmək üçün nə edirik? Məsələn, 2-dən qiymət verəcək də, x1 olsun 2, x1 olsun məsələn 2, x2 də olsun 3, tutaq ki. Gətirək yerinə qoyaq. Y bərabərdir 2 vurulsun 2, 3 vurulsun 2, üstə gəlsin 4 elədi 10. Y bərabərdir 3 vurulsun 3, üstə gəlsin 4 bərabərdir 13. Nə oldu? 2 qiymətində 10 aldı, 3 qiymətində 13 aldı. Yəni nə baş verdi? X-in artan qiymətində Y də artan qiymətlər aldığına görə onda deyirik ki, bu bir artan funksiyadır. Yəni işarədə qoymuşum, artan funksiyadır. X və artan funksiyada böyük qiymətə, X-in böyük qiymətinə Y-dən də yəni böyük qiymət uyğun gəlir. Azalan funksiya nədir? Azalan funksiya x2 x1-dən böyük olanda, amma fx2 fx1-dən kiçik olur. Bunda artıq azalan funksiyalar deyilir. Yəni x artdıqca y ona uyğun olaraq y kiçik qiymətlər alırsa və tərsini deyə bilərsiniz. Bu zaman ona azalan funksiyalar deyilir. Məsələn, x-ə deyək, x1-ə deyək 2, x2-ə də deyək, yenə də 3. Tutaq ki, artır da, yəni x1 x2-dən böyükdür. Daha doğrusu x2 x1-dən böyükdür. Bu yazmasınız da olur. Y-ə indi gətirək yerinə qoyaq. 4 vurulsun, -4 vurulsun 2 elədi -8. Y bərabərdir -4 vurulsun 3 elədi -12. Nə oldu? 2-də deməli, -8 aldı. 3-də isə -12 aldı. Yəni, belə çıxır ki, bu get-gedə azalır. Kiçik qiymətində -8 almışdı. Böyük qiymətində isə -12 almışdı. Buna deyilir artıq azalan funksiya. X artdıqca Y azalırsa, bax, X burada belə deyək də artır. Yəni, arta deyim nə deməkdir? Yəni, 2 alırdı, sonra 3 qoydum. Baxıram ki, mən 2 qoyanda -8 oldu, 3 qoyanda -12 oldu. Yəni, mən X-imin qiymətlərini artırdıqca, bunun Y-in qiymətləri üzü aşağıya doğru gedir. Məsələn, davam edək. X3 bərabərdir 4 deyək.
y bərabər -4 vurulsun 4 elədi -16 və x artır 2, 3, 4 arta gedir. Amma y nə edir? Tərsinə də azala gedir. Yəni buna deyilir artıq azalan funksiya. X artanda, əgər y azalan qiymətlər alırsa, buna azalan funksiyalar deyilir. Azalan funksiyalarda belə deyək də, başqa sözlə, yəni necə deyə bilərik? Arqument, yəni x-in böyük qiymətinə y-in kiçik qiyməti uyğun gəlir. Məsələn, artan funksiyada bunda artan funksiyada x-in böyük qiymətinə y-in də böyük qiyməti uyğun gəlir. Amma azalan funksiyada x-in böyük qiymətinə y-in kiçik qiyməti və y-in kiçik qiymətinə x-in kiçik qiymətinə y-in böyük qiyməti uyğun gəlir. Artıq keçirik belə deyək də funksiyaların özlərinə. Biz deməli düz mütənasibdən danışacağıq, xətti funksiyadan danışacağıq, tərs funksiyadan danışacağıq, kökdə x-dən və y bərabər x kvadratı və ax kvadrat üstəgəl kvadratik funksiyadan da belə deyək, onlardan danışacağıq. Ən sadəsi y bərabərdir kx. Buna deyilir düz mütənasib funksiya. Siz bunu məsələn harda görmüsünüz bu düsturu? Düz mütənasib asıllıqlar falan bunları keçəndə görmüsünüz. Həmin bu funksiya qabağınıza çıxanda deyilir ki, bu düz mütənasib funksiyadır. Burada k-ya deyilir bucaq əmsalı. Bəs bucaq əmsalını necə tapırlar? Bucaq əmsalını tangens alfa ilə, tangesdə biz keçmişdik, deməli düz bucaqlı üç bucaqda üzərində isə tangesi izah eləmişdik. Tanges nə idi? Qarşıdakı katetin bitişik katete olan nisbətinə bərabər edir. K bucaq əmsalını tapmaq üçün y-i x-ə bölmək lazımdır. Bu düsturları yəni öyrənin. Gəldik bu həmin düz mütənasibliyin xassələrinə. Kiçildək biraz. Hamısı düşsün deyə. Y bərabərdir kx funksiyası. Buradan təzədən bir də yazaq. Bax burada. Məsələn, tutaq heç yazmamışam da bunu. Deyif dedik ki, təyin oblastıdır. X-in aldığı qiymətlər. Bax burada x nə kökdə deyil, nə məxrəcdə deyil, heç bir şeydə deyil də, problem yoxdur. Belə çıxır ki, onda təyin oblastı istənilən qiymətini ala bilər. Əgər təyin oblastı istənilən qiyməti ala bilirsə, onda qiymətlər oblastı, yəni y də istənilən qiymətini ala bilər. Deməli, k müsbət olanda artan, k mənfi olanda isə azalan funksiyadır. Bunun qrafiki də koordinat başlanğıcından keçən düz xəttir. Koordinat başlanğıcından keçən düz xətt. Əgər k müsbət olsa, o birinci, üçüncü lübdən keçəcək. K müsbət olsa. Yox, əgər k mənfi olsa, ikinci, dördüncü lübdən keçəcək. Y bərabər, məsələn, mənfi 3x tutaq ki, bunun qrafikini qurmaq istəsək, təxminən qurmaq istəsək də, məsələn deyirik. Koordinat başlanğıcından keçir. Amma x-in qarşısındakı əmsal mənfi 3 olduğuna görə o deyəcək ki, ikinci və dördüncü lübdən keçəcəkdir. Müsbət olsaydı da birinci, üçüncü lübdən keçəcəkdir. Deməli, nə yadda saxlayırıq? K müsbət olanda artandır, K mənfi olanda isə azalandır. Gəldik xətti funksiya. Xətti funksiya nədir? Y bərabərdir. Kx üstə gəlsin B formasında olan funksiyaya deyilir xətti funksiya. Xətti funksiyada K yenə də bucaq əmsalıdır. Tangens alfa ilə təyin olunur. Bu düsturu öyrənməyiniz məsləhətdir. K-nı tapmaq istəyəndə, bucaq əmsalını tapmaq istəyəndə y2 çıx y1, x2 çıx x1 düsturundan istifadə edəcəksiniz. Məsələn, bu qabağınıza necə çıxa bilər? Sizə 2 dənə nöqtə verər. Deyər, bu 2 nöqtədən keçən xətti funksiyanın bucaq əmsalını tutaq ki, tapın. Düstur biliriksə, K bərabərdir. Y2, indi burada x1, y1, x2, y2 olduğunda, yəni ayağından yazmanız məsləhətdir. Y2 çıx y1, yəni mənfi 7 çıxılsın 7, x2 çıx x1, yəni 3 çıxılsın 5 kimi yazıb hesablaya bilərsiniz. Məsələn, yazmışam, ola bilsin ki, yəni düz gəlməyə də bilər. Bəs bu y bərabərdir kx üstə gəlsin B funksiyasının xassələri nələrdir? Yenə də burada əgər funksiyaya fikir verirsinizsə, kx üstə gəlsin B funksiyasının deməli, nə təyin oblastını və qiymətlər oblastını demək istəyirik də. Burada x nə məxrəcdə deyil, nə kökatda deyil, heç bir problem yoxdur. Belə çıxır ki, onun təyin oblastı, yəni x, yəni df istənilən qiymət ala bilər. Mənfi sonsuzdan müsbət sonsuzluğa. Əgər təyin oblastı istənilən qiymət ala bilirsə,
onda qiymətlər oblasti da, qiymətlər çoxluğu da istənilən qiyməti ala bilər. Bu nə tək, nə də cüt funksiyadır. Yəni bunu demirik. Amma məsələn kx funksiyası, bayaqki kx funksiyası tək funksiyadır. K müsbət olanda yenə də artandır, K mənfi olanda yenə də azalandır. Məsələn, y bərabər 3x üstəgəl 2 funksiyasının qrafikini tutaq qurmaq istəyirik. Qrafikini quranda nə edirsiniz? X-ə 0 verib y-i tapırsınız. Y-ə 0 verib x-ə tapırsınız. X-ə 0 verəndə y bərabərdir 3 vurulsun 0 üstə gəlsin 2. Elədir 2. Y-ə 0 verirsiniz. Yəni 3x üstə gəlsin 2 bərabərdir 0. 3x bərabərdir mənfi 2. X bərabərdir mənfi 2 bölünsün 3. Qrafikini qurmaq istəsək, koordinat sistemində y-i tapmışıq 2. Y-in 2 qiyməti. Tutaq ki, bura olsun. X-ə tapmışıq mənfi 3-də 2. Məsələn, bura. Mənfi 3-də 2. Bu iki nöqtəni qeyd edəndən sonra buradan keçən düz xət oldu. Y bərabərdir 3x üstə gəlsin 2 funksiyasının qrafiki. Deməli, bu y bərabərdir kx deməkdir. 3x üstə gəlsin 2 funksiyası var. Bu 2 y oxunu harda kəsdiyini bildirir. İndi onun, burada var, yazmışam. Deməli, bax, koordinat başlanğıcından keçirsə, rəngi dəyişim. Bu y bərabərdir kx funksiyasının qrafikidir. Və burada k müsbətdir. Çünki birinci, üçüncü lübdən keçib ona görə. Əgər üzü yuxarıdan kəsibsə, y oxunu yuxarıdan kəsibsə, bu y bərabərdir kx üstə gəlsin b-nin qrafikidir. Yəni, kx funksiyası b vahid elə bil yuxarı sürüşdü və buradan keçdi funksiya qrafiki. Əgər y oxunu aşağıda kəsibsə, aşağı yəni nədir? Mənfi tərəfdir də. Onda belə çıxır ki, bu y bərabərdir kx çıxılsın b funksiyasının qrafikidir. B vahid elə bil funksiya y bərabərdir kx funksiyası b vahid elə bil üzü aşağıya doğru sürüşmüşdür. Eyni şeyi bunun üçün də desək, bu ikinci, dördüncü lübdən keçdiyinə görə bu y bərabərdir mənfi kx funksiyasının qrafikidir də. Yəni, burada k mənfidir də. İndi b vahid, bax, görürsünüz, müsbət tərəfdə kəsib, yuxarıda kəsib. Onda belə çıxır ki, y bərabərdir mənfi, tutaq, kx çıx, üstə gəlsin b funksiyasının qrafikidir. B vahid yuxarıdadır. Eyni şeyi aşağıda da düşünsək, bu da mənfi kx, məsələn, nümunə edir, mənfi 3x tutaq ki, çıx 8-in qrafikidir. Çünki nədir? Onu aşağıda kəsmişdir ona görə. Sabit funksiyadan danışaq. Sabit funksiya nədir? Sabit funksiya y bərabərdir c formasında olan və ya misal deyək, y bərabərdir tutaq 5. Bu bir sabit funksiyadır. Sabit funksiyanın qrafiki necə olur? Y-in 5 qiyməti. Yəni, burada asıllıq yoxdur da. Sadəcə y 5 yazmışıq. 5-i qeyd etdiniz, 5-dən keçən düz xət olur bu funksiyanın, sabit funksiyanın qrafiki. Təyin oblastı, təyin oblastı x aid olan bir şeydir də. Burada x olmadığına görə deyirik ki, istənilən mənfi sonsuzdan müsbət sonsuza x ala bilər. Qiymətlər oblastı, yəni y-in aldığı qiymətlər, y burada da sabit olduğuna görə sadəcə 5 qiymətini ala bilir. Cüt funksiyadır. O x oxunu kəsmir. O x oxunu kəsmədiyinə görə funksiyanın sıfırları yoxdur. O y oxunu c-də kəsir, yəni harda kəsir? 5-də kəsir. Məsələn, c müsbət olsa, yəni məsələn bizim bu 5 nədir? Müsbətdir də. Deməli, yuxarıda kəsir. Yuxarıda kəsir. Amma c mənfi olsa, aşağıda kəsəcəkdir. Yəni, tutaq ki, y bərabərdir, mənfi 3 deyirik. Mənfi 3-ü qeyd elədik və buradan keçən düz xət olur bu sabit funksiyanın qrafiki. Bəs x bərabərdir c olsa, məsələn, x bərabərdir 3 olsa, funksiyanın qrafikini qurmaq istəsən, x-in 3 qiymətini qeyd elədim və buradan keçirdim. Əvvəl bu funksiya deyil, sadəcə x-in 3 qiymətidir. Daha sonra isə gəlirik tərs funksiya. Tərs funksiya nədir? Tərs funksiya kəsir var, artıq siz bunu görürsünüz. Y bərabərdir k bölünsün x formasında olan funksiyaya deyilir. Burada təbii ki, k sıfırdan fərqli olduğunu nəzərə almaq lazımdır. Y bərabərdir. Həmin bu funksiyanın qrafikinin xassələrini sayaq. Xassələr nədir? Yəni, df. Birinci başlayırıq təyin oblastı. Təyin oblastı dedik, x-ə aid olan bir şeydir. X burada məxrəcdə olduğuna görə, məxrəcə sıfır almadığına görə deyirik ki, bu funksiyanın təyin oblastı mənfi sonsuzluqdan sıfıra,
və sıfırdan müsbət sonsuzluğa doğru qiymət ala bilər. İndi əgər x-imiz eyni qiyməti təyin oblastımız 10 alırsa, onda qiymətlər çoxluğu da mənfi sonsuzluqdan sıfıra doğru və sıfırdan müsbət sonsuzluğa doğru qiymət ala bilər. K müsbət olanda azalan funksiyadır. K mənfi olanda isə artan funksiyadır, tək funksiyadır. Qrafiki bəs necədir? Buradan çəkək də. Qrafiki necədir? Bunun qrafiki belə. K müsbət olanda, K mənfi olanda, yəni müsbət olanda birinci və üçüncü rübdən keçir. Mənfi olanda isə ikinci və dördüncü rübdən keçir. Bu da olur bu funksiyanın qrafiki. Bunun xüsusi növləri var. Deməli, y bərabərdir. X modulun içərisində olanda, məsələn, burada görürsünüz sadəcə özüdür də. Bu y bərabərdir. K bölünsün sadəcə x-in. Yəni burada x müsbət də ola bilər, mənfi də ola bilər. Amma burada artıq nədir? Modulun içərisində olmasa, o demək ki, x sadəcə müsbət. Belə deyək də, x, yəni mənfi də qoysan, müsbət də qoysan, eyni qiymətləri alacaq, müsbətə çevriləcək. Bu funksiyanın qrafiki bu formada yerləşir. Nə zaman k müsbət olanda? K mənfi qiymət alsa əgər, onun qrafiki bu formada yerləşəcəkdir. Əcayib yazmışam burada. X üstü 2. Deməli, x üstü 2. Yəni bu nə deməkdir? Cüt dərəcədən olanda funksiyanın qrafiki bu formada yerləşir. Amma üstünün dərəcə 2-nin üstə gəlsin bir tək deməkdir də. Məsələn, y bərabərdir. K böl